Salam değerli dostlar, değerli izleyiciler, her vaxtınız xeyir olsun. Yine de hoş gördük sizleri. Sizler için güzel bir obyektimiz satışa çıxartdıq. Deməli, obyektimiz Goronboy rayonunun Borsunlu kəndindədir. Bakı-Qazax magistralının Borsunlu kəndindən keçən hissəsində. Baxırsınız, Aspetrol. Aspetroldan sonra da üçüncü obyekt budur. Çınarşarlıq sarayının tam yaxınlığıdır. Obyektimizin ümumi torpaq sahəsi 10 sotdur. 10 sotun içində deməli obyekt tikilib 220 kvadrat metrdir tikili. Bu gördüyünüz boş sahədə 365 kvadrat metrdir. Boş sahəndə onu da nəzərinizə çatdırım ki, sahibi deyir ki, moyka üçün sənədləri hazırlanıb, moyka üçün nəzərdə tutulub. Digər işlər üçün də iş görmək olar. Obyektin çöl hissəsidir. Dəyərli dostlar, indi sizə təqdim olunan aşağıdakı o qiymət tək obyektə məxsusdur. Boş sahəndə real alıcı olarsa da razılaşma olar. Bu gördüyünüz tikilinin arxasında 4-5 metre yer var setka ilə tikilinin arasında. Bu da bu torpağa 10 sota məxsusdur, sahibinə məxsusdur. Görürsünüz, obyektin ümumi görünüşünü göstərdim və içinə daxil olub və içindən də sizə tam yaxından təqdim edirik. Dəyərli dostlar, nəzərinizə çatdırım ki, və xahiş edirik. Paylaşım eləyək, bəyənək. Çünki bizim də doğmaların, qohum-əqrabanın, dostlarımızın içində belə bir obyektə sahib olmaq istəyən olar. Bu tez bir zamanda əldə eləyə bilsin. Allah alana da, satana da min xeyir versin. Deməli, tikilinin içində bax belə bir ofis otağı var. Tikilifliyi ofis otağı var. Baxırsınız, tam səliqəli, gözəl vəziyyətdədir. Sanitar qovşağı da var, indi sizlər üçün çəkib təqdim edirəm. Sanitar qovşağı, bax, səliqəli, gözəl. Yəni, tuzu da var, duş da qəbul eləmək olar. Burada səliqəlidir. Deməli, obyekt 220 kvadrat metr tən ortadan kəsilib, başqa şeylər üçün istifadə olunur. Baxırsınız, burada ikinci otağıdır. İkinci otağında sanitar qovşağı var, addenli. Baxırsınız, ben sizlərə təqdim edəcəm. Sahibi Bakıda yaşayır. Özü deyil, tək olduğuma görə çatdıra bilmirəm, ona görə bu obyekti satıram. Allah xeyrini versin kim alsa. Dəyərli izləyicilər, baxırsınız, bax, bu birisi otağın sanitar qovşağıdır. Dostlar, paylaşaq, xahiş edirik, paylaşaq, bəyənək ki, qoy çox insanlar görə bilsin, həm də bizə köməklik eləmiş sayılarsınız. Allah sizdən razı olsun, izlədiyiniz üçün öncədən təşəkkür edirik. Sağ olun, var olun. Alana da, satana da Allah min xeyir versin.